8 may Azərbaycanın milli qəhrəmanı Albert Ağarunovun anım günüdür. O, 1-ci Qarabağ döyüşləri zamanı göstərdiyi qəhrəmanlığı ilə tanınırdı. 1969-cu il aprel ayının 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. Yəhudi əsilli Azərbaycan vətəndaşı idi. 1987-1989-cu ildə Rus ordusunda tank komandiri kimi xidmət edib və 1991-ci ildə könüllü olaraq Azərbaycan ordusuna qoşulub. 1992-ci ilin mayında Şuşa döyüşləri zamanı vuruşub. Döyüş zamanı şəhid olmuş əskərlərin cəsədlərini çıxarmaq istəyərkən snayper gülləsinə tuş gəlib və 8 may 1992-ci ildə şəhid olub. Ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Bəzi insanlar tarix olur, bəzi insanlar isə tarix yazır. Albert Ağarunov düşmən qarşısında dayanan bir əskər deyil, eyni zamanda bir millətin qürurudur. Albert Ağarunovun anım günüdür. Allah rəhmət eylesin. 100 il bizdən sonra gələn nəsillər gəlmişik, getmişik, nə biləcəklər? Qalmasa onlara bizdən yadigar, biz nələr etmişik, nə biləcəklər? Ona görə də Allah Teala Azərbaycan xalqına və Azərbaycana, doğma vətənimizə o qədər xoş günlər qismət eləsin ki, biz Azərbaycanda yaşayan bütün xalqlar həmən xoş günlərin yiyəsi olaq. Bir də Allah Teala hamınızdan razı olsun. Allah Teala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, yerləri behiştlik olsun. Bütün bizim Yahudi icmasının diasporlarını, bizim döyüşçülərimizin, bizim qonaqları hamısını təşəkkürümü bildirirəm ki, bu günləri bizim qəhrəmanımız, tank komandiri Albert Ağarunovu anım gününü yad edirsiniz. Biz hər zaman, hər vaxt Albert'in simvolunda, yəni ki, bütün şəhidlərə aid olur. Çünki Albert nəinki Azərbaycan xalqının qəhrəmanı kimi, o bütün dünyanın azadsever insanların qəhrəmanıdır. Bizim Ali Baş Komandana biz minnətdarlığımızı bildiririk ki, bizim şəhidlərimizi heç vaxt yaddan çıxarmırlar. Bizim döyüşçüləri, qaziləri heç vaxt yaddan çıxarmırlar. Hər zaman onların qayğıları bizim şəhidlərin, bizim şəhid ailələrin, veteranların yanındadılar. Наши шахиды живые. Это самое главное. Было бы наших героев, не было бы и победы. Все, что они сделали, мы смогли освободить свои земли под руководством нашего верховного главнокомандующего, нашего уважаемого президента Ильхама Алиева. Allah rəhmət eləsin. Kim haqqı сказать? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çoxlu torpaq, çoxlu diyar görmüşəm. Biri bizim yerin yerini verməz. Neçə çay çağlasa belədən belə, bizim Xan Arazın yerini verməz. Cəmşiddəki var dövlətə vermərəm, Hatəmdəki səxavətə vermərəm, Məcnundəki məhəbbətə vermərəm,
bu ana vətənin bir qarışını. Ona görə də Albert də bu ana vətənin hər qarışından ötürü vuruşurdu.